olsun. Noyabr ayının 13'ünde Aralıq dənizi arasında, eyni zamanda Qara dənizi arasındakı hava sahəsində orta troposfer atmosfer təzyiqində bugünkü günlə müqayisədə xeyli atmosfer təzyiqinin xeyli azalması gözlənilir. Bu proses nəticəsində Türkiyə arasında noyabr ayının 13-dən başlayaraq hava şəraitində kəskin dəyişiklik ehtimalı var. Kanada modelinin model təhlillərinə əsasən noyabr ayının artıq 13-ü axşam saatlarına doğru Aralıq dənizində atmosfer təzyiqinin xeyli aşağı inməsi gözlənilir. Eyni zamanda noyabr ayının artıq 13-dən 14-nə keçən gecə və 14-cü günün birinci yarısında isə prosesin bir qədər də güclənməsi fonunda artıq orta troposferdə dərin bir siklon sisteminin aktivləşməsi gözlənilir və bu prosesin nəticəsində artıq Türkiyənin xüsusilə də şimal-qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin soyulması, Türkiyənin artıq cənub-qərb rayonlarında yağıntıların leysan xarakterli intensiv və güclü olması, dəniz sahilinə yaxın ərazilərdə fırtına müşahidə edilməsi gözlənilir. Eyni zamanda dəniz səviyyəsindən artıq 809 metrdən yüksəkliyə yerləşən ərazilərdə isə yağışın sulu qara keçməsi ehtimalı var. Noyabr ayının 14-dən 15-nə keçən gecə artıq bu prosesin bir qədər də dərinləşməsi ehtimalı var. Nəticədə Aralıq dənizindəki siklon sisteminin kifayət qədər güclənməsi və Qara dənizdən daxil olan digər bir siklon sisteminin də Aralıq dənizindəki siklon sisteminin yaxınlaşması gözlənilir. Noyabr ayının artıq 15-i gündüz saatlarında isə bu prosesin artıq iki siklon sisteminin Türkiyə arasında bir-birlərin birləşməsi fonunda hava şəraitinin daha da kəskinləşməsi gözlənilir. Noyabr ayının artıq 15-i günün ikinci yarısına doğru 15-in amasına keçən gecə isə artıq Qara dənizdən daxil olan siklonun Türkiyə arasında kifayət qədər güclənməsi ehtimalı var. Bu prosesin nəticəsində Türkiyənin şimal-qərb və cənub-qərb rayonlarında hava şəraitinin kəskin dəyişilməsi, İstanbul, İzmir, Adana, Antalya arasında güclü küləklər gözlənilir. Hava şəraitində qısa müddət ərzində kəskin dəyişiklik gözlənilir. 24-48 saat ərzində xüsusən Türkiyənin cənubuna, Antalya və Adana ərazilərinə 24-48 saat ərzində noyabr ayının artıq 14-ü, 15-i və 16-sında yağıntıların intensiv və güclü olması nəticəsində, yağıntıların ayrı-ayrı ərazilərdə şiddətli olması nəticəsində 100-150 mm-yə qədər, yəni 1 metrin kvadratına 100-150 litrə qədər yağıntıların yağması gözlənilir. 1 santimetrin kvadratına isə 100-150 mm-yə qədər intensiv yağıntıların düşməsi nəticəsində ərazidə sel, daşqın, su basma hadisələrində kəskin artım ehtimalı var. Artıq noyabr ayının 16-cı gündüz saatlarında bu dərin siklon sisteminin tədricən zəifləməyə başlaması və noyabr ayının 16-sından 17-sinə keçən gecə isə bu siklon sisteminin kifayət qədər zəifləməsi ehtimalı var. Azərbaycan arasında isə orta troposfer atmosfer təzyiqində yüksəlmə fonunda noyabr ayının demək olar ki, ikinci 10 günün əksər günlərində Azərbaycan arasında hava şəraitində kəskin dəyişiklik ehtimalı yoxdur. Avropanın bir digər dəqiq modellərindən biri olan Alman modelinin son təhlillərinə əsasən, yenilənmiş məlumatlarına əsasən noyabr ayının 13-dən başlayaraq bu modeldə həm Avropa modelinin əsas modeli olan, bir nömrəli modeli olan Avropa modelinin, eyni zamanda Alman modelinin, Kanada modelinin və Amerikanın NOAA modelinin artıq bu 4 modelinin 4-ü də noyabr ayının 13-ü və 14-ündə Türkiyənin Qara dəniz ərazisində və Aralıq dənizində hava şəraitinin kəskin dəyişilməsi siqnallarını verir. Alman modelinin təhlillərinə əsasən noyabr ayının 13-də Aralıq dənizi və Qara dəniz arasında atmosfer təzyiqində azalma gözlənilir. Noyabr ayının 13-dən 14-nə keçən gecə 14-də artıq günün birinci yarısında isə artıq Aralıq dənizindəki siklon sisteminin kifayət qədər güclənməsi, nüvədəki atmosfer təzyiqinin xeyli aşağı inməsi gözlənilir. Artıq noyabr ayının 14-ü gündüz saatlarında isə Alman modelinin təhlillərinə əsasən Aralıq dənizindəki siklon sisteminin bir qədər şiddətlənməsi ehtimalı var. Bu proses Alman modelinin göstərdiyi şəkildə real zaman ərzində baş verəsə noyabr ayının 14-ü və 15-də Türkiyənin Aralıq dənizi sahillərində güclü fırtına, dolu, leysan yağışları, yer-yer tornado hadisələri, eyni zamanda dağlıq ərazilərdə isə qar yağması ehtimalı var. Alman modelinin göstərdiyi kimi yenə də Azərbaycan arasında orta troposfer atmosfer təzyiqində yüksəlmə fonunda Azərbaycan arasında noyabr ayının ikinci 10 gününün əksər günlərində hava şəraitində kəskin dəyişiklik ehtimalı çox zəif ehtimal olaraq qalır. Avropanın əsas mənbə modeli olan ICMWF-in də
güncəllənməsinə əsasən noyabr ayının 13-dən 14-nə keçən gecə və 14-cü gündüz saatlarında artıq Aralıq dənizində orta troposfer atmosfer təzyiqində kəskin azalma fonunda intensiv xarakterli siklon sisteminin aktivləşməsi gözlənir. Artıq noyabr ayının 15-də isə bu prosesin bir qədər güclənməsi və Misir arasında yaxınlaşması fonunda ümumilikdə isə Aralıq dənizi hövzəsində Türkiyənin Aralıq dənizi hövzəsində atmosfer təzyiqində orta troposferdə xeyli azalma gözlənir. Bu da ekstratropik siklon sisteminin formalaşması üçün mümkün sinoptik şəraitin yaranması anlamına gəlir. Noyabr ayının 15-i gündüz saatlarında bu proses tədricən artıq Türkiyənin cənubuna doğru yaxınlaşır. Nəticədə noyabr ayının 14-də və 15-də Türkiyənin cənubunda yağıntılarda intensivləşmə ehtimalı var. Noyabr ayının artıq 16-sına doğru isə bu sistemin tədricən zəifləməsi, artıq bu ekstratropik siklon sistemin tədricən dağılmağa başlaması ehtimalı var. Lakin bu sistemin qarğılarının Türkiyənin şərq rayonlarına və Azərbaycanın şimal-qərb rayonlarının noyabr ayının 17-sində yaxınlaşması ehtimalı var. Noyabr ayının 17-sinə qədər olan müddət ərzində Azərbaycan arasındakı hava sahəsində orta troposferdə atmosfer təzyiqində yüksəlmə fonunda havanın temperaturunda kəskin aşağı enməsi ehtimalı yoxdur. Havanın temperaturu soğuq iqlimin olmasından xeyli yüksək olacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verəcək ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq.